İsveçrənin Davos şəhərində keçirilən Davos forumunda Trump'ın başçılığı altında sülh şurası ilə bağlı tədbir keçirilib. Bu tədbirdə həmçinin Azərbaycan və Ermənistan da tədbirin ilk üzvlərindən olubdu. Məsələ burasındadır ki, bu şuraya Avropanın böyük devlətləri və əsas liderləri qatılmayıb, tədbirə qoşulmayıb. Sadəcə Trump'a dəstək verən bir neçə sürtük prezident tədbirdə Pakistan olubdu. Türkiye ise yalnız baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunubdu. Erdoğan özü bu şuraya qatılmayıbdı. Yəni, məsələ ondan ibarətdir ki, bu şuraya üzv olan dövlətlər Trump'ın göstərişi ilə hərəkət ediblər. Trump'ın göstərişi ilə hərəkət edən bu sümsüklər, Trump həmin dövlət liderlərinə, bu sümsüklərə məktub göndərərək onları şuraya üzv olmağa çağırıbdır. Və eyni zamanda hər bir ölkədən 1 milyard dollar üzvlük haqqı tələb edibdir. Ermənistan bu şuraya üzv olsa da 1 milyard dollarlıq üzvlük haqqı ödəməyib. Deyib imkanım yoxdur. Bugün məlum olub ki, həmin vəsaiti Ermənistanın yerinə Azərbaycan diktatoru İlham Əliyev ödəyəcək. Ermənistanın da yerinə 1 milyardı. 2 milyard getdi. Beləliklə, Xocalı qətliamında minlərlə günahsız insanın vəhşicəsinə ölümünə səbəb olmuş, yaralanmasına səbəb olmuş Xaçaturyanı azadlığa buraxan İlham Əliyev indi də Azərbaycan xalqını soyub, Azərbaycan xalqının zəhməti ilə qazandığı pulları onların əlindən alaraq, cərimələr yolu ilə, soyğunçuluq yolu ilə onların əlindən alaraq Paşinyanın rəhbərlik etdiyi Ermənistana ödəyəcək, Ermənistanın yerindən Trump ödəyəcək. Pul verməyən Paşinyan. Paşinyanın da yerine pul veren İlham Əliyev 2 milyar. Hələ 30 milyon da orada bir şəkil çəkdirməyə verməliydi. Vermişdi. İndi baxın. Paşinyanla mehriban söhbət eləyir. İlham Əliyevi it yerinə qoymur. Daha doğrusu qoz qoymur. Paşinyanla Trump danışır belə. Trump. Özel söhbət. İlham Əliyev başını belirləyir. İlham'a bakın indi. Baba danışır bak İlham'a bak başını. Baba. Trump'a bakın. Trump'a danışır bak Paşinyan. İlham'a bak kulağına bak İlham'ın. Baba İlham'a bak. Baba çevirdi bak başını. Ay boy. Ay ona başı gördünüz mü? Başı gördünüz mü? Ay boynu yeri soxum səni. Xudavənd aləm. Ay başın dura yanına daş salmasın hə. O boyda 2 milyard ver. Sən Paşinyanla belə kayıfdan söhbət edir, görüşmək, səmimi zat. İlham'a bir də belə bax sana belə əlini belə bax. Hə, qulağını belləyir bax. Paşinyanla nə danış. Arvadı qızı da bir sürü aparıb oraya elə bir ki, ailə toy məclisidir nədir? Boynu yeri soxum hə. 2 milyard pul verib buna bax siz Allah. Paşinyanla Trump'ın münasibətinə baxın. Buna bak, İlham'ı rədd elədi, bak indi Paşinyanla özel söhbət başladı. Onları niye Trump'ın qabağına çıxardı? Ay Trump, hansını qayırmaq istəyirsən? Bax, yaxşı gökdən verirlər, yaxşı ağzını alırlar, o limon sıxıcı töküblər, daraldıblar şeylərini. Ala bax, ala. Qızını gəlinini yapardı. Bir dənə prezident deyin ki, qızını gəlini, arvadına aparıb ora, mən uyuyacam. Au, elib uyuyacam. Üzr istəyib də bu siyasətə son qoyacam, siyasətin içini belliyim deyəcəm. Deyin də mənə bir dənə. Deyilməzsin. Çünki arvadını, qızını Trump'ın soskası yapmaq xatirinə də olsa, hakimiyyətdə qalmaq istəyən kimdir? Gökdən qoyduran İlham Əliyev. İlham Əliyev bu tədbirə həyat yoldaşı Mehriban Əliyevanı və qızı Leylanı da, oğlunu da, sülaləsini də gətiribdir. Maraqlı məqam isə odur ki, oğlu Heydər Əliyev həmin görüşdə iştirak etməyib. Bunun səbəbi isə o dünən 20 yanvar tarixində tədbir vaxtı Sudurqa keçirib, dili qattalanıbdı, Heydər Əliyev huşunu itirib və ətrafdakı tibb işçiləri də onu xərəcdə, tədbir ərazisindən, Davosdan xərəcdə çıxardıblar. Bu səbəbdən də həmin vaxt Trump'la görüşdə iştirak edə bilməyib. Halbuki Heydər Əliyevin Trump'la görüşüb şəkil çəkdirməsi İlham Əliyevin ən böyük həyatda arzusuydu. İlham Əliyevin iştirak etdiyi tədbirdə əsas məqsəd Donald Trump'la görüşərək şou göstərmək olub İlham Əliyevin arzu və istəyi. Əslində İlham Əliyevin Trump'la müzakirə edəcəyi nə real siyasi məsələ, nə də konkret mövzu yox idi. Sadəcə Trump'la görüşüb görüntü paylaşmaq, görüntü yaratmaq istəyirdi. Bu məqsədlə Trump'ın yaxın şərq məsələləri üzrə nümayəndəsi Steve Witkova əlaqə saxlayıb onunla Witkovla və ona bildirib ki, güya Trump üçün hədiyyəsi var və onunla mütləq görüşməlidir. O deyib ki, Trump'ın xeyriyyə fondları üçün Amerikaya 30 milyon dollar yatıracaqsan. Steve Witkov bu məlumatı Trump'a çatdırıb, Trump da bu hədiyyəni, yəni maliyyə vədini qəbul edibdir. Witkova qədər də Yahudi lobbisinin dəstəyini alıbdır. Lakin buna baxmayaraq Trump İlham Əliyevlə real görüş keçirməyib. Sadəcə foto sesiya olubdu. Başqa heç bir müzakirə aparmayıb İlham Əliyevlə. Ya masal qazandır, ikinci kəlmə söhbət eləməyibdi. Sadəcə qızını göstərib arvadını, deyib ki, bu yaxşı çalır, bu da yaxşı seksualdır. Nədir o? Fransız dünyanın ən böyük seks ulduzuları Nadir Roddu nədir? Bax, onun tələbəsi olub Mehriban Əliyeva. Bəlkə də o Mehribanın tələbəsi olub, hər nəysə. Vəssalam, Trump da bilirsə seksdən ötürü ölür. Öz qızına deyir, qızım olmasa deyir, sənlə seks eləyərdim.
Asıl Leylan'a parkda mehribanəyə görə. Yaşıd Allah. Qoyduran İlham Əliyev deyir ki, hamı istirahət eləyir, hamı deyir, bütün xərcini özü ödəyə bilir, hamı deyir ət yeyir, balıq yeyir. 99,3% insanlar ət, balıq yeyə bilirmiş. Üstəlik 300 manatlıq əlavə xərclər çıxanda sərbəst cibindən çıxardıb onu ödəyə bilirmiş. Baxın ha, götdən qoyduran İlham Əliyevin statistika komitəsi bunu deyir, mən yox. Əvvəlimizdə qəbirstanlıqda, axırımızda qəbirstanlıqda istirahət eləyəcəyik. Hansı günümüzdə istirahət eləyək bala? Hansı saatımızda istirahət eləyək? İnqilaba hazır olun, üsyana hazır olun. Xalqa qarşı çıxan polisi yerindəcə öldürün. Ailəsini evinə od qoyun. İlham Əliyevi devirmək üçün hərəkətə keçmək lazımdır. Zamanında vaxtı gələn kimi hamı ayağa qalxsın. Saraylarını yandırın, polis şöbələrini yandırın, maşınlarını çevirin, yandırın hamısını. Diktatoru devirin, devrilmə belə olur. Bütün dünyanın hər yerində inqilablar belə olubdur. Avropa güclünün yanındadır. İstirahət eləyək. Bu qolundan gəlib burada işləyirəm daha. Uçar olmuyor, doktor olmuyor, kul olmuyor. Günde 5 manat, 3 manat, 6 manat bu kazanmanı, 10 manat bu kazanmanı ne istirahat edilmesin? Hansı istirahatdan danışabilirsin? Bu mümkünsüzdür. Mən 30-40 ildə necə çalışıram. Kişi işinə də, oğul işinə də, qız işinə də. Mənim balam. Ne var istirahat edeceksin, hiç var. Pul var, Allah köməyin olsun. Berbat gündə. Və bu gökdən qoyduran İlham Əliyev deyir ki, hamı istirahət eləyir. Vaxtımızda da istirahət. İmkanım yoxdur getməyə. Başım qarışır, limon satıram. Dincəlmək Ay millət, sizə də sual verirəm. Axırıncı dəfə haçan istirahət eləmişsiniz? Neçə yaşınızda? yaxşı deyil yəni. Dincəlmək üçün pul lazımdır. Mən heç vaxt dincəlməmişəm. Mən 35 yaşıma heç dincəlməmişəm. Hər gün işləyirəm, hər gün. Çünki çatdıra bilmirəm, dolana bilmirəm. İnsanlar istirahət eləməyiblər, çünki insanların pulu yoxdur, istirahət eləmək üçün pul lazımdır.